Hörmətli izləyicilər, Masazırda şəhərə olduqca yaxın bir məsafədə yerləşən belə bir paket Kucalı Dövlət İpotekasına yararlı hazır köç yaşam həyət evimiz satışa çıxıb. Qiyməti 62.000 manatdan təklif olunur. Satışda əmlak bazarında bu dəqiqə 62.000 manata belə bir ev mümkün deyil olsun. 3 otaqlı evlər 70-75 min arasıdır və yerləşməsi bundan olduqca aşağı səviyyədədir. Plusdakı belə təmir ekspertində yoxdur. Görürsünüz, pərdələri quraşdırılıb, lüstru qoyulub, gizli işıqlardan, spotlardan istifadə olunub. Bir sözlə ideal təmir olunmuş evdir. Siz özünüz görürsünüz, Dövlət İpotekasına yararlıdır. Masazır qəsəbəsində Cantəpə ərazisində yerləşir. Cantəpə ərazisi Masazırın Xırdalın dairəsində Baş Dövlət Yol Polisi İdarəsində bitişik ərazisidir. Təqdimatın gedişatında məlumatları daha təfərrüatlı ilə nəzərinizə çatdıracağım. Bura evin zal hissəsidir, radiator xətləri çəkilib. Televiziya üçün stend yığılıb, görürsünüz bu hissədə belə dekorlar yığılıb, quraşdırılıb. Təmir də olduqca yaxşı formada həyata keçirilib. Açıq rəngli aboylar, qapılar, ağ qapılar, qara cəftələr bir-birinə hər biri uyğun şəkildə seçilib. Görürsünüz, kondisioner xətti atılıb. Bu evin əsas üstünlüklərindən biri də odur ki, 3 otaqlı evlərdə istipol söhbəti demək olar ki, olmur dəyərli dostlar. İndi evdə bəzi təmizlik işlərinə ehtiyac var dəyərli dostlar. Sonunda sizə evin çöl görünüşünü göstərəcəm. Baxın, bura evin giriş hissəsidir, dəhliz hissə. Dəhliz, mətbəx, sanuzel isti döşəməli, sol qapı mətbəxdir. Bu gördüyünüz ikinci açıq qapı sanuzeldir. O cümlədən dəhliz istipoldur dəyərli dostlar. Belə bir giriş hissə mövcuddur. Baxın, haradasa bir metr yarımlıq boy hissə mövcuddur. Girişdə solda yerləşir evin mətbəx sahəsi. Qeyd etdiyim kimi bir daha qeyd edeyim. Deməli, qranit gördüyünüz yerlər istipoldur. Pəncərə, şəbəkə pəncərələr də evin səhiyyə sahəsinə baxır. Ətraf tamamilə yaşayışlı evlərdən ibarətdir. İstipolun xətləri buradadır. Masazır ərazisi, Cantəpə adlanan bu ərazi dəyərli dostlar. Qeyd etdiyim kimi, Baş Dövlət Yol Polisi İdarəsində Respublika qazisi kimi tanınan əraziyə yaxın bir ərazidir. Buradan 142 nömrəli marşrut keçir və 20 yanvar metro stansiyasına hərəkət edir. 142 nömrəli marşrutun astanovkasından, dayanacağından 370 metrlik bir məsafədə yerləşir. Bura yataq otaqlarından biridir, radiator xətləri çəkilib. Otaqlarda isidilmə artıq radiator vasitəsilə həyata keçiriləcək. Burada növbəti yataq otağı. Deməli, günəş işığı rahatlıqla düşə bilir. Hasar bilərəkdən qaldırılıb ki, yataq otaqlar olduğuna görə hasar bilərəkdən qaldırılıb bu qaydada. Burada yataq otaqlarından biri. Görürsünüz, günəş işığı da rahat şəkildə evə düşə bilir. Qeyd etdiyim kimi, deməli, dəhliz, sanuzel, mətbəx istipoldur dəyərli dostlar. Zal hissəni göstərdim, bir daha belə ümumi olaraq baxaq və keçə evin çöl görünüşünü göstərim. Qiyməti 62.000-dir, Dövlət İpotekasına yararlı evdir, yəni evin və torpağın küçəsi var. 40-40-a təməl üzərində inşa olmuş, qoşadaşla tikilmiş və mərtəbənin yekunda beton kəmər atılmış bir evdir. Məhliyə baxır birbaşa, dalanda deyil, həyət yanı sahədə bu qaydadadır. Kombo aparatı burada quraşdırılacaq. Belə bir həyət yanı sahəsi var dəyərli dostlar. Ağlay daşlarla döşənilib, trapı qoyulub, qaz, su, işıq fasiləsiz mərkəz kanalizasiya var. Deməli, evin yaxınlığında bütün növ ictimai yaşayış obyektləri, marketi, məktəbi, bağçası yerləşməkdədir. Əla bir ərazidə yerləşir. Bu ərazidə 62.000 manata ev tapmaq mümkün deyil. Ərazinin ən münasib qiyməti olan evidir. Plusdakı belə hündür, rütubətsiz əla bir ərazidir. Dəyərli dostlar, gördüyünüz kimi pərdələr də quraşdırılıb. Belə bir həyət yanı sahə var. Bir maşın o hissəyə sərbəst şəkildə daxil ola bilər. Bu hissələrdə də əlavə yerlər mövcuddur. Qiymət 62.000-dir. Evimizə baxış keçirmək üçün mənimlə əlaqə saxlayın. Alternativsiz təklifdir. Tez satılacaq. Əldə etmək istəyən müştərilər mənimlə əlaqə saxlasın. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.